Fermerlərə dövlət xətti ilə satılan kənd təsərrüfatı texnikasının qiymətində 40% güzəşt tətbiq olunacaq. Dövlət başçısının tapşırığına uyğun olaraq Nazirlər Kabineti Agrolizing tərəfindən lizinqə verilən texnikalara güzəştlərin tətbiq edilməsi qaydalarını təsdiqləyib. Qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı istehsalçıları agrolizingdən lizinqə texnika götürərkən onun ilkin dəyərinin 20%-ni köçürsələr, qiymətin 40%-i dövlət tərəfindən ödəniləcək. Qaydalar qüvvəyə minənə qədər artıq lizinqə texnika götürmüş fermerlər də müəyyən qədər güzəştdən yararlana biləcəklər. Belə ki, onların aldığı avadanlığın qalıq dəyərinə ilkin dəyərin 40%-dən çox olmamaq şərti ilə güzəşt tətbiq olunacaq. Güzəşt məbləği çıxıldıqdan və qalıq dəyəri ödənildikdən sonra həmin texnikalar fermerlərin mülkiyyətinə keçir. Lizinqin müddəti əvvəlki kimi 10 ildir. Qaydalarda o da göstərilib ki, bundan sonra lizinq məsələsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi mütəxəssislərdən ibarət xüsusi komissiya yaradacaq. Həmin komissiya fermerlərin müraciətlərini araşdırıb uzağı 10 günə onlara cavab verməlidir. Bu güzəştlər 5 il müddətində qüvvədə olacaq. Bununla yanaşı adi lizinq şərtlərindən də yararlanmaq, yəni 10% ilkin ödənişlə qalan məbləği 10 ilə ödəmək mümkündür.